Salam yoldaşlar, sabahınız xeyir olsun. Gələk bugün bağlayıcı mövzusuna, pozanda qalır. Bağlayıcı mövzusuna gələk. Bağlayıcı mövzusu. Bağlayıcılar nəyə deyir uşaqlar? Bağlayıcılar cümlələri, cümlə üzvlərini və sözləri bağlayan köməkçi hissəsinə bağlayıcı deyilir. Bağlayıcının sintaktik funksiyasına görə, sintaktik vəzifəsinə görə iki növü var. Bunlar bir tabelidir, bir də tabesizdir. Biri tabeli, bir də tabesizdir. Bu sintaktik vəzifəsinə görədir. Morfoloji vəzifəsinə görə deyil. Tabelilik bağlayıcıları nəyə deyilir? Tabesilik bağlayıcıları nəyə deyilir? Tabelilik bağlayıcıları adından göründüyü kimi tabeli mürəkkəb cümlələri yalnız və yalnız nəyi bağlayır? Tabeli mürəkkəb cümlələri bağlayır. Baxın, yalnız tabeli mürəkkəb cümlələri bağlayır. Tabesizlik bağlayıcıları isə 1. Həmciz cümlə üzvlərində bağlayar, yəni sadə cümlələrdə bağlaya bilər. 2. Tabesiz mürəkkəb cümlələri də bağlaya bilər. 3. Tabeli mürəkkəb cümlələrdə bəziləri var ki, bağlaya bilir. Bildiniz? Yəni tabeli mürəkkəb cümlə, tabesiz bağlayıcıları bir növ üzü yumşaq insanlar olur, hara deyirsən ora gedir. Onlar kimi bir şeydir. Gəlin də tabesilik bağlayıcılarına. Tabesilik bağlayıcıları bunlardır ki, 1. Birləşdirmə. İndi burada deməyəcəm indi, ya da deyim. Və ilə lalədir. Və yaxud da ikincisi İnkarlıq bağlayıcıları nə, nədə. 3. Bölüşdürmə bağlayıcıları gah, gahda, ya da, istərsə də və yaxuddur. 4. Aydınlaşdırma, məsələn, yəni ki, məsələn kimi bağlayıcılar var. Bir də qarşılaşdırma bağlayıcıları, amma ancaq lakin fəqət hissədir. Bunların içərisində var nə və ilə ilə. İləni biz qoşmalarda filan hamısında demişdik. İlə yadınızda saxlayırsınız ki, bir vasitə anlayışı bildirərsə, o zaman qoşmadır. O zaman nədir? Qoşmadır. Həmçinin kim ilə, nə ilə sualına cavab verirsə, o zaman qoşma olacaq. Bildiniz mi uşaqlar? Və iləni hər zaman əvəz eləyə bilir bağlayıcı mövqeyində. Amma ilə vəni hər zaman əvəz eləyə bilmir. Niyə əvəz eləyə bilmir? Çünki uşaqlar, ilə işlənərsə, ilə bağlayıcı mövqeyində işlənərsə, gərək o cümlə mütləq və mütləq həmciz cümlə üzvü olsun. Məsələn, tutaq ki, gələnlər anar və tutaq ki, aydındır. Və yaxud da anar ilə aydındır. Görürsünüz, anar ilə aydındır. Kim? Gələnlər. Gördünüz, baxın, həmciz cümlə üzvlərinin ortasında gəlir. İlə bağlayıcı mövqeyində olarsa, həmciz cümlə üzvlərinin ortasında gələcək. Və ilə nəyi bağlamayacaq? Tabesiz mürəkkəb cümlələri bağlamayacaq. Məsələn, belə bir sual ola bilər. Bütün tabesilik bağlayıcıları tabesiz mürəkkəb cümlələri bağlaya bilir? Xeyr. Biz bir dənə nəyi misal kimi göstəririk? İləni istisna kimi göstəririk ki, ilə bağlaya bilmir. Və iləni hər zaman əvəz eləyirmi? Bəli. Və iləni hər zaman əvəz eləyə bilir. Bir növ sadiq dostdur. Amma ilə sadiq dost deyil. Hər zaman onu əvəz eləyə bilmir. Yaxşı? Okey. Bəzi kitablarda belə yazılır ki, ilə tutaq ki, bağlayıcı mövqeyindədirsə, mütləq xəbər cəmdə olmalıdır. Mütləq xəbər cəmdə olmalı deyilən bir şey yoxdur. Nə zaman xəbər cəmdə olur uşaqlar? Yadınızda saxlayın ki, əgər ilə həmciz mübtədalar arasında və o mübtədalar canlı olarsa, yəni bir növ qısa şəkildə canlı həmciz mübtədalar arasında gələrsə, görün nə deyirəm, həmciz mübtədalar arasında deyirəm. Canlı həmciz mübtədalar arasında gələrsə, o zaman xəbər cəmdə ola bilər. Məsələn, tutaq ki, deyirəm ki, yenə anar ilə aydın məktəbə getdilər. Bax, bu mövqeydə görürsünüz, həmciz nə etdilər? Getdilər. Kim? Anar, kim? Aydın. Bax, bu mövqeydə bu nə ola biləcək? Bağlayıcı ola biləcək. Çünki canlı mübtədalar gəlibdir və eləcə də həmciz cümlə üzvüdür. Həmciz cümlə üzvlərinin ortasında gələrsə, ilə nə olacaq? Burada bağlayıcı mövqeyində işlənəcək. İlə bir dedik ki, tabesi mürəkkəb cümlələri bağlamır, bir də feili xəbərlərin arasında gələ bilmir. Amma ismi xəbərin arasında gələ bilir. Məsələn, tutaq ki, deyirəm ki, bax, elə bayaqki cümlə gələn anar ilə Akifdir. Bax, görürsünüz, ismi xəbərli cümlənin ortasında gəlibdir.
Amma sən onu feil xəbərli cümlənin ortasında gətirə bilməzsən. Bu qeyri-mümkün bir hadisədir. Başa düşdünüzmü? Aha, ilə eyni zamanda qoşma olduqda uşaqlar, qoşma olduqda bir vasitə anlayışı bildirir. Baxın, tutaq ki, deyirəm ki, telefonla danışıram. Niyə edirəm? Danışıram. Nə ilə? Bax, nə ilə sualına cavab. Nə ilə danışıram? Telefonla danışıram. Gördünüz? Nə ilə sualına cavab verdi və həmçinin telefon vasitəsilə danışıram. Bir vasitə, bir birgəlik anlayışı bildirəcək. Eyni zamanda elə məqamlar var ki, siz bunu iki cür başa düşə bilərsiniz. Məsələn, tutaq ki, deyirəm ki, at ilə arabanı apar. Apar deyəndə, bax, at ilə arabanı apar deyəndə, bax, sən bunu iki cür düşünə bilərsən. Bir, atı və arabanı apar. Burada və bildirirsə, yəni ortasına və əlavə eləyə bilirsənsə, onda nə olacaq? Bu bağlayıcı olacaq. Bir də at ilə, yəni atın vasitəsi ilə arabanı ata qoş, elə apar. Onda nə olacaq? Burada ilə qoşma olacaq. Başa düşdünüzmü? Ümidvarım başa düşdünüz. Yəni elə bir çətin mövqeyi yoxdur, elə bir çətin prioriteti yoxdur bunun. Aha, gələk nəyə sonra? Gələk deməli nə-nədə inkarlıq bağlayıcılarına. Yadınızda saxlayın ki, nə də inkarlıq bağlayıcısı olarsa, nə-nədə inkarlıq bağlayıcısı olarsa, bu zaman nə olacaq? Bunun xəbəri nə olacaq? Təsdiqli olacaq. Bax, məsələn, tutaq ki, deyirəm ki, nə yazır, nə oxuyur. Bunun da səbəbi ondan ibarət uşaqlar. Azərbaycan dilində bir cümlədə iki nə olmayacaq? İnkarda işlənən söz işlənə bilməz. Nə yazmır, nə oxumur deyəndə bu qrammatik normanın pozuntusu deməkdir. Bildiniz? Daha sonra. Gələk nəyə? Gələk bölüşdürmə bağlayıcılarından biri olan ya, yada, gah, gahda və yaxud da bunu və yaxuddur, istərsə də bunları, istərsə də bunları da əlavə eləmək olar. Aha, bunların içərisində ya da olanda bu ayrı yazılacaq. Ya da nədir? Ya da birləşdirmə bağlayıcılar, bölüşdürmə bağlayıcılar da bölüşdürmə bağlayıcılardır və bu bölüşdürmə bağlayıcılarının içərisində sən əgər tutaq ki, desələr ya sən gəl, ya Orxan. Baxın, görürsünüz, bir mümkünlük var. Ya sən gəlməlisən, ya Orxan gəlməlisən. Yəni bu mümkünlüyü bildirir. Başa düşdünüzmü? Və eyni zamanda bunların içərisində bax, tutaq ki, desələr neçə dənə bağlayıcı işlənir. Nə olsun, ya da bir ağızdan deyilir. Bir dənə bağlayıcı buradadır, iki dənə bağlayıcı buradadır. Başa düşdünüz? Amma gah-gah işlənəndə uşaqlar, gah-gah işlənəndə isə gah-gah da işlənəndə. Burada bir nə var? Sıralama var. Tutaq ki, deyirəm ki, gah yağış, gah gün çıxır. Gördünüz? Bir dənə sıralama oldu. Bu da nə bildirir? Sıralamanı bildirəcək. Yəni biri mümkünlük bildirdi, biri də sıralamanı bildirdi. Bundan əlavə uşaqlar, gələk də əsas məsələ nədir? İştirak bağlayıcılarına. İştirak bağlayıcılarında bəzən şagirdlərin ən çox çaşdığı məqamlar da iştirak bağlayıcıları olur. İştirak bağlayıcılarından məsələn nələr var? İştirak bağlayıcılarından həm var, həm də var, da, də. Bax, bu dadəni sənə gətirib belə versələr, bu yanlışdır. Bu bağlayıcı ola bilməz. Bu şəkilçidir. Bunu sənə maksimum belə verə bilərlər. Yaxşı? Bunu da yadda saxla. Dadır, dədir, həmdədir. Daha sonra həttadır. Ha belə. Həmçinin kimi bağlayıcıları nə etmək olar? Göstərmək olur. Məsələn, dadənin fərqləndirilməsi var. Dadə ədadla amonimdir. Tutaq ki, deyirəm ki, alma da, heyva da, armud da, bunlar ayrı yazılır da alındı. Alındı deyəndə, baxın, görürsünüz, dağlar var. İndi bunun Kərəm burada ağlama tutur ki, bu yoxsa bağlayıcıdır, yoxsa ədaddır.
İndi baxırıq uşaqlar necə fərqləndirik. Yadınızda saxlayın ki, birinci prioritet ondan ibarətdir ki, bax görürsüz bunun məzmununda adı nədir? İştirak bağlayıcıları. Yəni iştirak olmalıdır. İştirak olmalıdır. Bax tutaq ki, alma da alınıbdır, heyma da alınıbdır, armud da alınıbdır. Görürsüz? Bax hamısı da iştirak edir. Deməli başqa şeylər alınıb ki, ondan qabaq burada indi yazmadıqlarından qabaq banandır, apensindir, nə bilim ananasdır. Bunlar alınıb ki, onların içərisində bir də iştirak məqsədilə deyirlər ki, heyva da, alma da, armud da hamısı alınıbdır. Yəni birinci məsələ bundan ibarətdir ki, görürsüz sadalamanın içərisində varsa, deməli bu nədir? İştirak bağlayıcısıdır. İkinci də ən asan yol, deməli qoyuruq, bir dənə dialeklərdən istifadə edirik. Dananı qoyuruq. Amma məsələn tutaq ki, deyirəm ki, dəftər, bax tutaq ki, dəftər al da, bir də dəftər də al. Dəftər də al. Baxın uşaqlar. Bax bir deyirəm ki, dəftər də al da, bir də deyirəm ki, dəftər al da. Aha, gəlin dialektlərdən istifadə eləyək. Bunu yerinə sən dana qoya bilərsən. Əgər dana ilə əvəz eləyə bilirsənsə, deməli o nə olacaq? O ədəd olacaq. Amma əvəz eləyə bilmirsənsə, deməli bağlayıcıdır. Baxın, dəftər də al dana deyə bilirsiniz və yaxud da Naxçıvanlılar kimi dədabə istifadə eləyərək qoya bilərsiniz. Amma dəftər dana al deyə bilirsən, deyə bilmirsən. Alma dana, heyva dana, armud dana alındı deyə bilirsən, deyə bilmirsən. Deməli əvəz eləyə bilmirsənsə, bunlar nədir? Bağlayıcıdır. Amma əvəz eləyə bilirsənsə, deməli ədad mövqeyində işlənəcək. Başa düşdünüzmü? Bu qədər asan. Aha. Daha sonra daha sonra gələk nəyə? Daha sonra gələk həddiyə. Hədd deyəcək. Aha, hətta uşaqlar həm ədad ola bilər, həm də nə olacaq? Həm də bağlayıcı. Əslində çox məntiqsiz bir şeydir. Niyə görə məntiqsizdir? Çünki mənə görə bütün həttalar ədad olmalıdır. Bağlayıcı deyə bir şey yoxdur. Amma gətirib salıblarsa, da onu neyləmək olar? Məntiqsizdir, çox məntiqsiz bir şeydir və bunu da belə bir şey necə fərqləndirirsən? Əgər hətta sadalamanın ortasında gələrsə, deməli bağlayıcı olacaq, iştirak bağlayıcısı olacaq. Amma qalan yerlərdə nə olacaq? Ədad mövqeyində işlənəcək. Məsələn, tutaq ki, deyirəm ki, hətta o da gəldi mənası, gəldi. Hətta o da gəldi deyəndə, bax görürsüz, nədir? Deməli bu ədaddır. Hətta o da gəlibdir. Amma mən tutaq ki, deyirəm ki, anam, atam, hətta bacım da getdi. Getdi deyəndə, görürsən, nə olacaq? Hətta bağlayıcı olacaq. Başa düşdünüzmü? Bunun məntiqi bundan ibarətdir. Yəni sadalamanın ortasında gələrsə qısa konkret sadalama gələrsə, o məsələn deyirlər ki, bəzi müəllimlər deyir ki, hə, cümlənin əvvəlində gəlirsə, deməli ədaddır, əvvəlində gəlmirsə, deməli bağlayıcı mövqeyində işlənir. O əsas prioritet deyil. Onunla sizi çox asanlıqla aldada bilərlər. Başa düşdünüzmü? Daha sonra burada elə bir şey qaldı mı? Burada elə bir şey qalmadı. Ondan sonra bölüşdürmə bağlayıcılarını dedik. Nə qalmışdı? Aydınlaşdırma bağlayıcıları. Aydınlaşdırma bağlayıcılarından yəni ki, bir də məsələn. Yəni ki, məsələn bağlayıcılardır. Yəni ki, məsələn bağlayıcıları uşaqlar. Testlərə belə çaşdırırlar ki, sizi həmciz cümlə üzvlərini, bax yadınızda saxlayın ki, bunlar həmciz cümlə üzvlərini bağlamırlar. Nə eləmirlər? Bağlamırlar. Həmciz cümlə üzvlərini bağlaya bilirlərmi? Xeyr. Ağlına misallar gələ bilər? Gəlməsin. Çünki həmciz cümlə üzvlərini bağlaya bilməyəcəklər. Məsələn, sənə belə bir sual verə bilərlər. Deyə bilərlər ki, cümlə üzvlərini bağlamayan bağlayıcılar hansılardır? Sən bir aydınlaşdırma, tabir sizin aydınlaşdırmasını, yəni kini məsələni götürəcəksən. Bir də nəyə götürəcəksən? Tabeli mürəkkəb cümləni. Çünki cümlə üzvləri deyəndə tabeli mürəkkəb cümlə üzvlər tabeli onu da bağlaya bilmir. Yalnız tabeli mürəkkəb cümlələri bağlayır, onların tərəfini bağlayır. Deməli, yəni ki, məsələn, nə eləmir? Bağlayıcı mövqeyində işlənərsə, həmdə cümlə üzvlərini bağlaya bilmir. Aha, yəni məsələni
Yəni bağlayıcısını sən həm ədat kimi də görə bilərsən, həm də bağlayıcı kimi də görə bilərsən. Necə fərqləndirirsən? Yəni ədat kimi işlənərsə, onun içərisində bir dənə sual məzmunu olacaq. Məsələn, yəni gəlmədi. Gördünüz? Bir dənə sual var. Amma tutaq ki, mən Süleymanov Eltun, tutaq ki, filankəs oğlu, yəni tutaq ki, nə deyək? Kommunist Qədimqala kənd tam orta məktəbinin müəllimi. Gördünüz? Bax burada yəni də nə olacaq? Bir aydınlaşdırma məzmunu olacaq. Mən sonda da bunu sual qoymayacağam. Qoymayanda deməli nədir? Bu da ədat mövqeyində, bağlayıcı mövqeyində işlənəcək. Yəni ədat mövqeyində işlənərsə özündən sonra sual görəcəyik. Həmçinin bir sual məzmunu yaradacaq qoyulmasa belə. Elə olar məsələn qoyulmaz, onda bir sual məzmunu yaradacaqdır. Başa düşdünüzmü? Aha, bir də qarşılaşdırma bağlayıcıları qaldı. Qarşılaşdırma bağlayıcıları da amma, ancaq, lakin, fəqət, lakin, fəqətdir, isədir. Bax, yadınızda saxlayın, gələk burada isiyə. İsəni biz, bunun qısaldılmış forması da sa-sədir da. Harada görmüşdük? 1 idi, imiş, isə hissəcikdə. 2 elə bağlayıcıda. 3 şərt şəklində. Eləmi? Şərt şəklində gələrsə uşaqlar, cümlənin xəbərində gələcək və sözün birbaşa nəyinə qoşulacaq? Kökünə və yaxud da başlanğıc formasına. Dəyişik qoydum. Kök və yaxud da başlanğıc formasına qoşulacaq. Aha, isə hissəcik olarsa nə olacaq? Yenə xəbərdə gələcək və sözün kökünə və başlanğıc formasına qoşulmayacaq. Adətən nədən sonra qoşulacaq? Hər hansı bir şəkillərin şəkilçisindən və yaxud da zaman şəkilçisindən sonra qoşulacaq. Elə, aha, bir də bu bağlayıcı mövqeyində olarsa. Bağlayıcı mövqeyində olarsa bunu necə fərqləndirəcək? Yadınızda saxlayın ki, əgər xəbər mövqeyində deyilsə, deməli nədir? Xəbərlə əlaqəsi yoxsa, deməli o bağlayıcıdır. Tutaq ki, mən də deyirəm ki, o məktəbə gəldi. Məktəbə getdi. Mənsə getmədim. Gördünüz uşaqlar, bir qarşılaşdırma məzmunu. Yəni bu tərəf gedibdi, bu tərəf getməyibdi. Bunda nə olacaq? Bu qarşılaşdırma, həmçinin gördünüz, xəbərdə gəlməyibdi. Deməli bu nədir? Bu söz, buradakı sasə nədir? Buradakı sasə bağlayıcıdır. Başa düşdünüzmü? Amma ancaq lakinin də yəqin ki məzmununu bilirsiniz. Hər ehtimala başa salaq. Ammanı sən yalnız təkcə kimi ədatlarla əvəz eləyə bilirsənsə, deməli bu nədir? Bu ədatdır. Amma, lakin bağlayıcıları ilə əvəz eləyə bilirsənsə, deməli bu bağlayıcıdır. Tutaq ki, getdim, amma görmədim. Getdim, ancaq görmədim. Və yaxud da yazdım, ancaq oxumadım. Gördünüz? Əvəz eləyə bilirsənmi? Yazdım, amma oxumadım. Yazdım, lakin oxumadım. Amma tutaq ki, deyirəm ki, sən bura gəlsən, ancaq mən xoşbəxt olaram. Sən bura gəlsən, yalnız mən xoşbəxt elərəm. Sən bura gəlsən, amma mən xoşbəxt olaram. Nə mənada ola bilər? Deyə bilərsənmi? Lakin mən xoşbəxt olaram. Deyə bilərsənmi? Xeyr. Sən bura gəlsən, yalnız mən xoşbəxt ola bilərəm. Mənasında nə eləyəcək? Burada bağlayıcı işlənmiş olacaq. Ədat işlənmiş olacaq. Daha sonra indi gələk nəyə? İndi gələk tabirlik bağlayıcılarına. Tabirlik bağlayıcıları hansılardır? 1. Tabirlik bağlayıcıları səbəb. 2. Şərt. 3. Güzəşt. 4. Yenə aydınlaşdırma. Aydınlaşdırma həm tabirlikdə var, həm də tabirsizlikdə var. Səbəb bağlayıcıları hansılardır uşaqlar? Səbəb bağlayıcıları məsələn, çünki, ona görə ki, ondan ötürü ki, onun üçün ki. Aha, baxın uşaqlar, burada gedib ona görə deyilən bir ədat bağlayıcı yoxdur. Məsələn, tutaq ki, ona görə gəlmişdim deyib də, sən onu gedib bağlayıcı kimi götürə bilməzsən. Bağlayıcı ona görə ki, bax budur, ona görə kidir. Yaxşı,
Burada nə yoxdur? Burada elə bir ona görə ki, bağlayıcısı yoxdur. Başa düşdünüzmü? Ona görə bağlayıcısı yoxdur. Və yadınızda saxlayın ki, səbəb bağlayıcıları adətən həmişə deməli səbəb budaq cümlələrində gəlir. Tabelik bağlayıcıdır. Tabeli mürəkkəb cümlələri bağlamaq üçün istifadə olunur. Daha sonra şərt bağlayıcısı. Şərt bağlayıcısı nədir? Şərt bağlayıcısında isə uşaqlar hansılardır? Əgərdir, indikidir, madamkidir, bir haldakidir. Bax, bu kimi bağlayıcılardır. Bax, yadınızda saxlayın ki, səbəb bağlayıcılarından əvvəl sən vergül qoya bilərsən. Məsələn, tutaq ki, getmişdim. Çünki çox istəyirdim. Aha, gördünüz, bax, çünkidən sonra mən bir dənə bağlayıcı qoydum. Buradakı bağlayıcı deyil, ha, idi. Burada indi yazılmadı yenə. Hə, getmişdim çünki çox istəyirdim deyəndə, bax görürsüz bir səbəb bildirir. Həmçinin görürsən, bax burada sən bundan sonra bir bağlayıcı qoyursan. Amma şərt bağlayıcılarında uşaqlar belə deyil. Şərt bağlayıcılarında bağlayıcıdan həmən sonra və yaxud da həmən əvvəl vergül qoymursan. Sən cümlənin sonunda vergül qoyursan. Çünki şərt bağlayıcıları şərt şəklində keçəndə nə demişdik? Demişdik ki, yalnız tabeli mürəkkəb cümlələrdə işlənir, amma şərt bağlayıcıları da yalnız tabeli mürəkkəb cümlələrdə işlənir. Yəni mürəkkəb cümlədə işlənir. Mürəkkəb cümlədə işləndiyinə görə də, məsələn, tutaq ki, deyirəm ki, əgər dərsə getməsən, bax görürsən, qayıb qoyulacaq. Aha, qayıb qoyulacaq. Baxın uşaqlar, əgər dərsə getməsən, bax, vergülü sən burada qoyacaqsan. Gətirib burada qoymursan. Bax görürsən, cümlənin sonunda, bu cümlənin sonunda sən qoyursan. Qayıb qoyulacaq. Gördünüz? Şərt qoydu da qabağına. Başa düşdünüzmü? Bu madamkidə də belədir, əgərdə də belədir, hərgahda da belədir, indikidə də belədir. Bir də yadınızda saxlayın ki, indiki sözü indiki belə yazılır biçik halda, bir də indiki yazılır. Bu halda yazılarsa nə olacaq? Sifət olacaq. Çünki iki şəkilsiz zaman məzmunlu sözlərə qoşularsa sifət yaradır. Amma indiki sözü ayrı yazılarsa nə olacaq? Bağlayıcı mövqeyində işlənəcəkdir. Bir də var ki. Aydınlaşdırma bağlayıcısında ki, belə ki. Ki, belə ki. Belə ki, gələn cümlələrdə hər iki tərəfdə vergül qoyulacaq, bağlayıcı olarsa. Yaxşı? Hər iki tərəfdə vergül qoyulur. Uşaqlar, kinin fərqləndirilməsi. Kinin fərqləndirilməsi necə olur? Yadınızda saxlayaq ki, ki həm ədat olur, həmçinin nə olacaq? Həmçinin də bağlayıcı olacaq. Eləmi? Okey. Bunun burasını başa düşdük. İndi gələk bunun əsas məsələ fərqləndirilməsinə. Baxın, tutaq ki, necə fərqləndirir? Bax, birinci qayda ki, uşaqlar adətən cümlənin xəbərində gəlir. Bağlayıcı olarsa adətən cümlənin xəbərində gəlir. Məsələn, tutaq ki, kitab oxumuşdu ki, dərs oxusun. Kitab oxumuşdu ki, dərsi əzbərləsin. Bax, görürsən, oxumuşdu ki, görürsən cümlənin xəbərində, indi bir dəxlisiz cümlə alındı. Görürsünüz, xəbərdən sonra gəlibdir. Başa düşdünüz? Amma bu ədat mövqeyində olduqda, çox nadir hallarda, az hallarda belə olur ki, burada vergül söhbəti yox, xəbərdən sonra gəlsin. Amma ədat mövqeyində olanda özündən sonra xəbərdə gəlmir. Özündən sonra cümlə gəlir. Məsələn, tutaq ki, mən ona pislik etməmişəm. Görürsən? Bax, xəbərdə gəlməyibdir. Adətən
dim toplusunda belə adətən əvəzlikdən sonra gətirirlər bunu. Amma başqa nitq hissələrindən sonra da gəlir də. Əvəzlikdən sonra görürsənsə və xəbərdə deyilsə, demək çox hallarda bu nədir? Ədatdır. İkinci nədir? İkinci tabeli mürəkkəb cümlədə işlənəcək. Ki, bağlayıcı mövqeyində. Bağlayıcı mövqeyində olan tabeli mürəkkəb cümlədə işlənəcək uşaqlar. Və sən ondan bir dənə sual çıxara bilərsən. Baxın, tutaq ki, deyirəm ki, bilirdim ki, o gələcək. Aha, bax, bilirdim ki, sən burada görsən bir dənə sual çıxarsan. Nəyi bilirəm mən? Gördünüz? Həmçinin buradan sual çıxır. Sual çıxarsa bu nədir? Bağlayıcı mövqeyində işlənəcək. Bir də ola bilər ki, məsələn, təkrarlanan sözlərdən sonra gəlsin. Təkrarlanan sözlərdən sonra gələndə nə olacaq? Ədat olacaq burada. Məsələn, tutaq ki, deyirəm ki, alınmır ki, alınmır. Gördünüz? Nə adı? Burada ədat mövqeyində işlənəcək bir bağlayıcı kimiz var. Daha sonra, uşaqlar, bunlardan sonra vergül söhbətinin qoyulması. Həmçinin uşaqlar, bax, yadınızda saxlayın ki, indi ədat dərsini keçməmişik, amma ədat dərsində bu məsələn belə bir şey ola bilər. Deyərlər ki, ədatın özünə məxsus olmayan xüsusiyyəti hansıdır? Bax, bir növ var ki, ədat. Ədat biz cümlədən çıxarsaq heç bir fərq yaranmaz elə. Amma bir dənə istisna məqam var ki, sa plus dada və yaxud da sa plus belə mövqeyində olanda buradakı da nə olacaq? Bağlayıcı olmayacaq. Buradakı da ədat olacaq. Və məsələn, deyirəm ki, gəlsə də mən getməyəcəm. Nədir? Sa plus dadır. Deməli, buradakı nədir? Ədatdır. Başa düşdünüz? Yəni ki, bunu dana ilə əvəz eləmək olmaz. Olmayacaq, məzmun da alınmayacaq. Həmçinin burada sən bu danı buradan çıxarsan, gəlsə mən gedəcəm, getməyəcəm. Görürsən, bir müəyyən qədər bir intonasiyasızlıq əmələ gəldi. Çünki bu tabeli mürəkkəb cümlədir və dadə burada ədat mövqeyində tabeli mürəkkəb cümləni bağlayıbdır. Və bunu sən çıxarda bilməzsən. Çıxarsan, avtomatik nə olacaq? Cümlənin məzmunu dəyişəcək. Başa düşdünüzmü? Lap yaxşı. İndi gələk bağlayıcılarda vergül söhbətinə. Vergül söhbətində yəqin ki, burada hamısını öyrənmək indi sizin öz boyunuza qalıbdır. Baxırıq indi. Baxın, yadınıza saxlayın ki, gahda, nə bilim, istərsə də, ya da bağlayıcılarında, bax, tutaq ki, deyirəm ki, gah yağış, gah qar yağır. Gördünüz? Bax, gahda birincidən sonra. Birinci cümlə gah yağış yağıbdır, gah qar yağıbdır. Yəni ikincidən əvvəl qoyursan. Ya yağış yağıbdır, ya da qar yağıbdır. Gördünüz? Bunlarda nə olacaq? Vergül özlərindən sonra, birincidən sonra qoyulacaq. Amma qarşılaşdırma bağlayıcılar var. Ammadır, ancaqdır, lakindir, fəqətdir, isədir, o cümlədəndir, o sıradandır. Bu kimi bağlayıcılar həttadır, ha belədir, həmçinindir. Bax, bu kimi bağlayıcılarda özündən əvvəl qoyulacaq. Bax, məsələn, tutaq ki, deyirəm ki, alma, heyva, hətta nar aldı. Gördünüz? Bağlayıcıdır və bağlayıcıdan əvvəl vergül qoyulur. Başa düşdünüzmü? Və yaxud da deyirəm ki, yağış yağmağı yaxşı oldu. Yağış yağmağı yaxşı oldu. Tutaq ki, deyirəm ki, vergül qoyuram, çünki yer islandı. Görürsən? Özündən əvvəl qoydum. Başa düşdünüzmü? Yəni, bunlar indi kitabda olan məqamlardır. Kitabda olan məqamlarda özünüz oxuyub deyə bilərsiniz də. Daha sonra, da bağlayıcısında. Da bağlayıcısında uşaqlar, cümlədə əgər bir dənə da varsa, tutaq ki, deyirəm ki, bax, mən də getdim. Burada vergüldən söhbət gedə bilməz. Əgər bir dənə da varsa. Əgər sadalama varsa, mən də, sən də, o da getdi deyəndə nə olacaq? Bax, görürsünüz, hər bir dadan sonra vergül qoyulur. Bir dənə axırıncısında vergül qoyulmuşsan. Yaxşımı? Bu da belə.
Daha sonra elə bir məqam qaldımı? Təbii ki, xeyr. Oldu, sağ olun, Allah amanında.